9-6 rejimində işləyərək ay sonu mən 1000 manat, lap olsun 2000 manat maaş alacağım və bununla həyatımı quracağım, bununla həyatımı dəyişəcəm deyə bir dünya ola bilməz. Sən o maaşla ancaq günlük problemləri həll edə bilərsən. Bugün maaş aldın və ay içində müəyyən öhdəlikləri yerinə yetirdin və ay sonuna həmən puluvu çatdırdın ki, növbəti maaşın vaxtı çatsın. Bununla heç kim, reallığı danışsaq, heç kim irəli gedə bilməz. Çünki onlar səhər yenə oyanacaqlar, işə tələsəcəklər və kim üçünsə efor sərf eləyəcəklər, enerji sərf eləyəcəklər ki, həmin adamın işini yürütsünlər. Və burada özlərinə ayıracaq heç bir vaxt qalmır. Bütün çünki enerjilərini həmin o rəhbər kimdirsə, həmin o şəxs kimdirsə, onu şirkətinin böyütməsi üçün, onun işlərinin getməsi üçün yardım edirlər və onun qarşılığında məvacib alırlar. Burada özünə ayıracaq heç bir vaxt qalmır, özünün gələcəyi üçün, öz işlərini qurması üçün heç bir vaxt qalmır, enerji qalmır və bundan bağlı çox məqamlar var. Məsələn, düşünürlər ki, işdən sonra filan öz işimi görərəm. O mümkün deyil. Mümkün olsa belə 1 ay, 2 ay, amma yenə səhərsi günü, çünki insan bir yerdə artıq yorulur, bir yerdə tükənir.